Dərs 40. Xanaların birləşdirilməsi və bölünməsi. Xanaları birləşdirmək üçün ilk növbədə birləşdirmək istədiyimiz xanalar qrupunu qeyd edin. Məsəl üçün, deyək ki, bu 3 xananı. Qeyd etdikdən sonra cədvəl və haşiyələr panelində olan объединить ячейка adlanan düymə üzərində mausun sol düyməsini bir dəfə sıxın. Gördüyümüz kimi qeyd olunmuş qrupda olan xanalar avtomatik birləşdirildi və bir xana yaradıldı. Və yaxud əksinə, əgər bölmək istədiyimiz xanalar qrupu varsa, onlar üzərində mausun sol düyməsini sıxın və onu aşağıya doğru seçin. Yəni, konkret olaraq 6-cı sütunu biz seçdik və bu sütunu 2 əlavə sütuna bölmək istəyirsə, bu zaman cədvəl və haşiyələr panelində olan razbit ячейки adlanan düymədən istifadə olunur. Bu düymə sıxıldıqda qarşıya çıxmış əməliyyata təsdiq üçün OK düyməsi sıxılır və qarşıya çıxmış razbini ячейка adlanan xüsusi bir pəncərədə göstərilmiş sütunun neçə əlavə sütuna bölünməsi təklif olunur. Bizim misalda 2 olduğu kimi qalacaq. Çislo strok isə sətirlərin sayıdır. Yəni, hal-hazırda bizdə 1, 2, 3, 4, 5 sətir var və burada 5 göstərilib. Çislo stolpçov isə minimum bu sütun üçün əlavə ediləcək sütunların sayı göstərir. Əlbəttə, biz bu sütunların sayını 3-ə qədər qaldıra bilərik və OK düyməsini sıxdıq. Göründüyümüz kimi mövcud sütun əlavə olaraq xanalara bölündü. Dərsimiz bura qədər.